Hədislərdə qeyd olunur, mərhum Şeyx Əbbas-ı Qumminin əsərlərində var. Bir nəfər məzhəbimizin rəisi İmam Cəfər Sadiq əleyhissalamdan sual edir ki, Ya Seyyidi, Ya Mövlayi, ay mənim ağam, ay mənim imamım, ay mənim rəhbərim, bizim fitir və qurban bayramından başqa bayramımız varmı? Çünki bayram deyildikdə ilk bizim bu iki böyük bayram nəzərimizə çarpır. Bir qurban bayramı, bir də fitir bayramı. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bəli, İdullahil Əkbər, Allahın elə ən böyük bayramı və savab və fəzilətdə üstün olan və fitir qurban bayramı kimi elə böyük bayramlarından olan Qədirxum bayramıdır ki, bunu vilayətin bayramı hesab edirlər. Peyğəmbər sallallahu təkidlə və məsum imamlarımız da bunun insanlara, bəşəriyyətə çatdırılmasını istəyib.